Mən istəyirəm ki, müqəddəs Qur'an-ı Kərimdən bugünkü söhbətimizdə Qur'anın Fil surəsindən danışaq və bu surənin çox əhəmiyyət kəsb eləməyi haqqında istərdim deyim. Və biz bilirik ki, bizim nə əldə elədiklərimiz zamanımızda nələr ki əldə edirik və onların hər biri insan həyatı üçün, insanın dünya və axirəti üçün çox önəm kəsb eləyir. Qur'an-ı Kərimdə bu fil hadisəsi böyük bir hadisədir. Peyğəmbərimizdən öncəki bir hadisəni Allah Müteal xatırladır. Allah Müteal buyurur ki, bu hadisədə insanların azğınlığı, insanların Allahla mübarizəsi, insanlar Allahın beytinə, Kəbəsinə, yəni müqəddəs yerlərə əl atması və onları dağıdılması haqqında böyük bir ordunun Kəbə evinə göndərilməsi. Və bu haqda Allah Müteal buyurur, Bismillahirrahmanirrahim, Ələm tərə keyfə fəalə rabbuka bi əshabil fil. Fil hadisəsi Allah buyurur ki, Rəbbinin onların nələr etdiyini görmədinmi? Ələm yəcəl keydəhum fi təzilil. Məgər Allahın onların üzərinə və ərsələ əleyhim teyrən əbabil, böyük bir ordu, yəni ordu quşlardan ibarət olan ordu quşlardan idi və onları məhv etmədimi? Bilirsiniz ki, Peyğəmbərdən öncə Əbdülmütəllib, yəni uzun bir tarixi mən qısa şəkildə istəyirəm sizə şərh eləyəm. Peyğəmbərimizin əmisi Əbdülmütəllib Əbrəhənin ordusu ilə üzbəüz gəlir və Əbrəhə isə Peyğəmbərimizin Allah tərəfindən seçdiyi Kəbə evini, müqəddəs evin dağıdılması haqqında hökm imzalayır ki, Kəbə evini biz dağıdacaq. Əbdülmütəllib öz dəvələrini onlardan istəyir və Əbdülmütəllibin bu istəyi Əbrəhəni güldürür və deyir ki, mən Kəbənin dağıdılmasından danışıram, sən isə öz dəvələrinin dərdini çəkirsən. Əbdülmütəllib Peyğəmbərimizin babası buyurur ki, Kəbənin sahibi Allahdır və Allah da o evi mütləq qoruyacaq. Biz baxırıq ki, bəzi insanlar görərsən zülm eləyirlər, insanlara əziyyət verirlər. Allah Teala buyurur ki, zalimin zülmü sonda o həddə gəlir, çatır ki, Allahla başlayır mübarizə aparmağa. Zalim başlayır Allaha qarşı asi olmağa və üsyan eləməyə. Biz bunu tarixi hadisələrdə görürük. Peyğəmbərlərimizin üzbəüz dayanan zalimlər, Fironlar, Nəmrudlar, Şəddadlar və digər belə zalimləri görürük ki, onların son hədəfi Allah olur, insanlardan əllərini üzüb Allahla mübarizəyə qatlaşırlar və bu hadisə də insanların dünyada harınlanması, insanların dünyada Allahla mübarizə aparması irəliləyir. Və biz bunu özümüz də həyatda yaşamışıq, möhtərəm cəmaat. Siz bilsəniz ki, biz bunu hansı mərhələdə yaşamışıq? Allah Teala bu mərhələni bizə yaşadıb, yaşadan isə gördüklərimizdir. Bilirsiniz ki, qarşıda bizim Xocalı faciəmiz gəlir və 20 yanvar faciəsi. Bu müsibətləri, bu zalimlər, ermənilər və digər zalimlər ki, bizə qarşı etdilər, onlar insanlarımıza böyük soyqırım elədilər, insanlarımızı öldürdülər, körpələr, dinc əhali, yaşayan, sakit dinc əhali zülmə məruz qaldı, onlar öldürüldü və onların ölümündən sonra o faciələri yetirənlər başladılar Allaha sataşmağa, Allahın beytinə, Məkkəsinə, Allahın müqəddəs yerləri, bizim bu məscidlərimiz Allah evləridir, Allahın ibadət olunan ocaqlardır. Bura bizə aid deyil, bura hər bir insanlar gəlib ibadət edə bilərlər. Və neynədilər? Allahın bəyənmədiyi heyvanları o ermənilər, Allah lənət eləsin, götürdülər Allahın evində, başladılar onları saxlamağa və sosial şəbəkələrdə dünyaya göstərdilər ki, biz Allah evində belə bir işləri görürük. Allah Teala da bugün əbabil quşları yox, əbabil quşlarına dünya standartlarına uyğun olan və dünyada olan elm, texnologiya, insanın əqli təfəkkürü əbabil quşlarına uyğun dronlar yaratdı. Və o dronlar isə neynədir? Həmən o zalimləri, necə ki Allahın evinə hücum eləyən insanlar ki var idi, Allah əbabil quşlarını göndərdi. Amma
bu dəfə isə biz 21-ci əsrdə bunu gördük ki, o dronlarla, o bizim müzəffər ordumuz və o dronlarla o ordular hamısı məhv olub getdilər. Ona görə Allahın evinə, müqəddəs məkanlara, onlara toxunmaq, onlara sataşmaq, onları rüsvay eləmək olmaz. Çünki bu Allahla üsyan etmək deməkdir, Allaha qarşı üsyan deməkdir və Allah da öz bəlasını, öz əzabını o insanlara yetirdi. Ona görə hər bir insan Quranda gördüyümüz hadisələr həyat tərzidir. Yəni Peyğəmbərə 1447 il bundan qabaq nazil olan kəlmələr bugün həyatda hamısının müasir şəklini görürük və biz bunları yaşayırıq, görürük ki, Allah Teala dediyi ayələr insanların haqqında, insanların həyat düzəmi haqqında, insanların ibadəti haqqında Allah bir insanı nə qədər hidayəti üçün nə qədər sözlər, ayətlər, kəlmələr deyir ki, insan hidayət tapsın, insan günahdan özünü qorusun, amma insan Allaha asi olmasın, üsyan eləməsin və üsyanın nəticəsini də Allah neynir? Quranda xəbər verir ki, bax, belə bir hadisədə böyük bir ordunu biz əbabil quşları ilə məhv elədik. Əgər belə bir hadisə baş versə, olsa, Allah deyir onun müqabilində biz onları tezliklə zəll edəcəyik. Bu bizim bugünkü uğurlarımızdır. Azərbaycan xalqının uğurlarıdır ki, və Allaha olan inancı, Azərbaycan xalqının Allaha olan inamı və o inam, o inanc bizi uğurlara yetişdirdi, müzəffər ordumuzu qalibiyyəti yetişdirdi və Allah şəhidlərimizi də rəhmət eləsin ki, o şəhidlər də canlarını fəda elədilər vətənin uğrunda, torpağı uğrunda, müqəddəs məkanlar uğrunda onlar gedib ali bir zirvəyə çatdılar. Allah şəhidlərimizi qəni-qəni rəhmət eləsin. Allah ailələrinə səbir versin və Allah Teala bizə nazil elədiyi müqəddəs Quran-ı Kərimdə olan ayətlərin elmlərini, onların sirlərini bütün insanlarımızın qəlbinə inşallah məhfum eləsin.